Noyabrın 12-si Azərbaycanın əsas qanununun konstitusiyamızın qəbul edildiyi gündür. Hazırki konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq səs verməsi ilə qəbul olunub. Azərbaycan Respublikasının konstitusiyası müstəqil dövlətçiliyimizin hüquqi təməlini qoydu. Bu sənəd xalqın iradəsini ifadə edən, suveren dövlətin ali hüquqi norması kimi tarixə düşdü. Azərbaycan konstitusiyası ölkənin demokratik, hüquqi və dünyəvi inkişaf istiqamətini müəyyənləşdirdi. Burada vətəndaşların hüquq və azadlıqları, dövlətin idarə etmə prinsipləri və ən əsası Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü qorunur. Bu böyük hüquqi sənədin qəbuluna aparan yol xalqın azadlıq mübarizəsindən keçdi. 1988-1990-cı illərdə azadlıq meydanında toplaşan minlərlə vətəndaş əllərində üç rəngli bayraqla Azad Azərbaycan deyə səsləndilər. Onlar xalqın azad yaşamağı, öz gələcəyini müəyyənləşdirmək haqqını müdafiə etdilər. Məhz həmin insanların cəsarəti, iradəsi və milli birliyi bugün müstəqil Azərbaycanın, onun konstitusiyasının mənəvi əsasını formalaşdırdı. Azadlıq meydanında yanan o iradə 1995-ci ildə konstitusiyada qanun şəklində bərqərar oldu. Xalq öz dövlətinə, öz suverenliyinə hüquqi təminat verdi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan konstitusiya onun dərin dövlətçilik təfəkkürünün, milli maraqlara sadiqliyinin və gələcəyə hesablanmış strateji baxışının məhsuludur. Heydər Əliyev xalqın iradəsini hüquqi sənədə çevirdi, millətin azad yaşamaq, öz dövlətini idarə etmək hüququnu qanunla təmin etdi. Onun sözləri bu gün də əbədidir. Azərbaycan xalqı əsrlər boyu böyük mərhələlərdən keçib, nəhayət öz dövlət müstəqilliyinə nail olub, milli azadlığına nail olub və ilk dəfədir ki, sərbəst, müstəqil, heç bir mərkəzdən, heç bir dairədən asılı olmayaraq, özü öz taleyinin sahibi olaraq, öz konstitusiyasını yaradır. Bugün Prezident İlham Əliyev Ulu Öndərin müəyyən etdiyi dövlətçilik yolunu yeni dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirir. Onun rəhbərliyi ilə həyata keçirilən konstitusiya islahatları, məhkəmə və idarəetmə sisteminin modernləşdirilməsi, insan hüquqlarının qorunması siyasəti ölkəmizin hüquqi və siyasi sabitliyini daha da möhkəmləndirib. 2025-ci ilin suverenliyi və konstitusiya ili kimi qeyd olunması da bu siyasətin məntiqi davamıdır. Dövlətin əsasını təşkil edən hüquqi və milli prinsiplərə hörmətin təcəssümüdür. 93-cü ildən başlayaraq Azərbaycan sözün əs mənasında bugünə qədər müstəqil həyat yaşayır. Dövlətçiliyin əsasları qoyuldu, müstəqil dövlətin konstitusiyası qəbul edildi, milli ideologiyamız qəbul edildi, Azərbaycançılıq məfkurəsi bugün bizim ideoloji əsaslarımızı təşkil edir. Siyasi islahatlar aparılmağa başlamışdır, demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edilmişdir. Azərbaycan konstitusiyasının əsas prinsiplərindən biri dövlətin ərazi bütövlüyü. Artıq tarixi ədalət kimi reallaşıb. Qürur verici haldır ki, qalib xalqımız əsas qanunun qəbulunun 30-cu il dönümünü 3 qat sevinç hissi ilə qeyd edir. Prezident Müzəffər Ali Başkomandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində şanlı zəfərin qazanılması, lokal xarakterli antiterror tədbirlərin nəticəsində qazanılan qələbə sayəsində Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması konstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqinə imkan yaradıb.